Salam hörmətli müdavimlər, mən İbrahim. Bugünkü video dərsimizdə sizlərə laborantlıq imtahanına hazırlaşan namizədlər üçün test nümunələrini təqdim edəcəm. Bildiyimiz kimi artıq yaxın zamanlarda bir neçə regional təhsil idarələrində artıq imtahanlar başlayacaq. Hətta bəlli tarixləri də qeyd edilmişdir. Başlayaq test 1-dən. Test 1 bizdən soruşur ki, məktəb laboratoriyasında təhlükəsizlik qaydalarına aid olan hansı davranış yanlışdır? Yəni, yanlış olanı seçəcək variantlar içində. A variantı, kimyəvi maddələri düzgün etiketləmək. B variantı, təhlükəsizlik eynəyi taxmaq. C variantı, istifadə olunmuş reaktivləri laboratoriyaya, lavoboya tökmək, üzr istəyirəm. D variantı, təcili yardım nömrəsini laboratoriyada saxlamaq. Ümumiyyətlə, bu test nümunələrini işləmək üçün, ümumiyyətlə, imtahanda belə testlərlə qarşılaşanda biz biraz məntiqimizə əsaslanmalıyıq. Çünki ən çox belə suallar məntiq üzərindən verilir. Yəni, biraz düşündürücü suallar olur. Təbii ki, burada da doğru cavab variantımız C variantıdır. İstifadə olunmuş reaktivləri lavoboya tökməkdir. İkinci test nümunəsinə baxırıq. Laboratoriya avadanlıqlarının saxlanması və istifadəsi ilə bağlı hansı ifadə doğrudur? Yəni, bu variantlar içində doğru olanı tapacaq. A variantı, bütün şüşə avadanlıqları bir yerdə toplamaq. B variantı, reaktivlərin şkaflarda təsadüfi yerləşdirilməsi. C variantı, elektrik avadanlıqlarını istifadə etməzdən əvvəl yoxlamaq. D variantı, istifadədən sonra avadanlıqları yumaq lazım deyil. Burada da ikinci testimiz, yəni doğru olan variantı soruşduğu üçün biz C variantını seçirik. Elektrik avadanlıqlarını istifadə etməzdən əvvəl yoxlamaq. Yəni, bunlar təhlükəsizlik baxımından vacib olan məsələlərdir. Üçüncü testə baxırıq. Məktəb laboratoriyasında hansı maddələrin birlikdə saxlanması təhlükəlidir? A variantı, suyun və duzun. B variantı, turşuların və əsasların. C variantı, distillə olunmuş suyun və etil spirtinin. D variantı, natrium xloridin və şəkərin. Yəni, hansı maddələri birlikdə saxlamaq, eyni yerə qoymaq təhlükəlidir, onu soruşur bizdən. Təbii ki, B variantına baxın, turşuların və əsasların bunları birlikdə saxlamaq biraz təhlükəli məqamdır. Belə məsələlərə diqqətli olmaq lazımdır. Dördüncü testə baxırıq. Laboratoriyada baş verən qəza zamanı ilk atılacaq addım hansıdır? A variantı, laboratoriyanı dərhal tərk etmək. B variantı, müəllimə və ya məsul şəxsə məlumat vermək. C variantı, təhlükəsizlik eynəyini çıxartmaq. D variantı, qəzaya məhəl qoymamaq. Dördüncü testimizin də doğru cavab variantı təbii ki, biz müəllimə və məsul şəxsə, yəni rəhbərliyə bununla bağlı məlumat verməliyik. B variantı doğru cavab variantıdır. Beşinci testə baxırıq. Beşinci test bizdən soruşur ki, üzr istəyirəm. Beşinci test bizdən soruşur ki, laboratoriyada hansı avadanlıq şüşə qabları sterilizasiya etmək üçün istifadə olunur? A variantı termometr, B variantı mikroskop, C variantı avtoqlav daha doğrusu, D variantı petka. Burada da doğru cavab variantımız əslində bu testin doğru cavabını verməmişdən əvvəl demək istəyirəm ki, bəzi laboratoriyalarda quru istilik sterilizatorlarından da istifadə edilə bilər. Amma bu testimizdə isə doğru cavab variantı avtoqlavdır. Aydındır. Avtoqlav, yəni şüşə qabları sterilizasiya etmək üçün istifadə olunur. 6-cı testə baxırıq. 6-cı test bizdən soruşur ki, hansı maddə bioloji materialların saxlanması üçün uyğun hesab olunur? A variantı benzin, B variantı distillə olunmuş su, C variantı etil spirti, D variantı natrium hidroksid. Deməli, 6-cı testimizdə də təbii ki, formalindən də istifadə olunan konservasiyalardan, yəni konservasiya maddələri də ola bilər. Amma 6-cı testimizdə də doğru cavab variantı təbii ki, C variantıdır, etil spirtidir. Yəni, bunu mütləq şəkildə yadda saxlayın. Amma yenə deyirəm, formalin də istifadə oluna bilər. Daha sonra, indi sadəcə bu testimizdə yoxdur.
Yeddinci testə baxırıq. Məktəb laboratoriyasında istifadə olunan termometrlərin civə tərkibli olması hansı səbəbdən risklidir? A variantı: civə yüksək temperaturda donur. B variantı: civə zəhərlidir və ətraf mühitə təhlükə yaradır. C variantı: civə çox ucuzdur. D variantı: civə su ilə reaksiya vermir. 7-ci testimizin də doğru cavab variantı civə zəhərlidir və ətraf mühitə təhlükə yaradır. Yəni B variantını burada doğru cavab kimi götürürük, çünki bu riskli bir amildir. 8-ci testə baxırıq. 8-ci test bizdən soruşur ki, kimyəvi maddələrdən istifadə edərkən hansı fərdi qoruyucu vasitələri taxılmalıdır? A variantı: xalat, əlcək və qoruyucu eynək. B variantı: sadəcə əlcək. C variantı: heç bir qoruyucu vasitə lazım deyil. D variantı: ayaqqabı. Təbii ki, laboratoriyada biz xalat, əlcək, qoruyucu eynək və digər ləvazimatlardan da istifadə eləyə bilərik. Yəni doğru cavab variantımız A variantıdır. 9-cu testə baxırıq. Mikroskop hansı məqsədlə istifadə olunur? A variantı: maddələri qızdırmaq üçün. B variantı: kiçik obyektləri böyüdərək müşahidə etmək üçün. C variantı: mayeləri qarışdırmaq üçün. D variantı: qazları analiz etmək üçün. 9-cu testimizin də doğru cavab variantı, yəni mikroskopdan istifadə edənlər yəqin ki bilir bunu, kiçik obyektləri böyüdərək müşahidə etmək üçündür. B variantı doğru cavab variantımızdır. 10-cu testə baxırıq. 10-cu test bizdən soruşur ki, reaktivlərin laboratoriyada saxlanması zamanı hansı şərtlərə riayət olunmalıdır? A variantı: bütün maddələri açıq qabda saxlamaq. B variantı: yanıcı maddələri oddan uzaq tutmaq. C variantı: turşuları və əsasları eyni şkafda saxlamaq. D variantı: şüşə qabları açıq buraxmaq. 10-cu testimizin də doğru cavab variantı sualdan da bizə bəllidir. Yanıcı maddələri oddan uzaq tutmaq üçündür. Bu testləri etməmişdən əvvəl vahid tarif sorğu kitabçasına, yəni daha doğrusu vahid tarif ixtisas sorğu kitabçasına mütləq şəkildə baxın. Yəni laborantın əməyi funksiyasına, daha sonra onun bilməli olduğu məqamlara. Yəni biraz araşdırmaq lazımdır. İstəsəniz tək bu videodan deyil, digər müəllimlərin də paylaşımlarını mütləq şəkildə izləyin. Ola bilər onların hər hansısa bir əlavəsi olar və həmin əlavə imtahana düşsün və ya məndə olan material imtahana düşsün. Yəni ümumilikdə qarşılıqlı şəkildə, yəni özünüz hazırlaşırsınızsa bu məqamlara diqqət eləməyinizdə fayda var. Hər birinizə uğurlar arzulayıram imtahanlarda. İnşallah ki layiqli nəticə ilə dönərsiniz. Videonu bəyənib kanala abunə olsanız şad olaram. Təşəkkür edirəm, minnətdarım.